Yediyim ən dadlı zeytinyağlı yaprak sarması. Həyata bir dəfə gəliriksə bu dolmanı mütləq bişirməliyik. İlk dəfə idi sarma bişirirdim. Soğanı zeytun yağında qovururam. Sarmamı həm salat, həm qızartmalarda istifadə etdiyim sevimli yağım Olivia zeytun yağı ilə hazırladım. Tomat pastası, yumru düyü, bulğuru qatıb 5-6 dəqiqə qovurub ədviyyatları səpirəm. Çam fıstığı və quş üzümü türklərin orijinal reseptində də mütləq olmalılardandır. Onları da qatıb nar şarab tökürəm. Bu içli çiğ halda da dadlıydı desəm inanarsınız. Amma bu sarmanın canı zeytun yağındadır. Bol-bol əlavə eləməkdən qorxmayın. İri yarpaqların olmağı da çox vacibdir. Yarpaqlarımı açıb bərabər miqdarda içliklərlə sarmalarımı bükürəm. Bu mərhələdə anladım ki, türk xanımları necə incə iş görüblər. Bükdüyüm sarmaları limon dilimləri ilə tavaya yığıb, yenə zeytun yağı, su töküb vamodda bişirirəm. Hər kəlməmə diqqət edin vamodda. Bəli, qətiyyən tələsməyin ki, sizdə də belə gözəl görüntü alınsın. İndi deyəcəksiniz ki, ətsiz dolma olar. Üzüm yarpağı açıldısa ətlə bükülməlidir. Amma milli mətbəximizdə də dəli dolma elə ətsiz olur. Bəs siz necə bəyənirsiniz yaprak sarmasını? Yoxsa hər yeməkdə ət axtaranlardansınız?